Gəncə şəhərində 2002-ci il təvəllüdlü Fərid yetkini yaşına çatmayan Fatiməyə qarşı seksual hərəkətlər edib. Teleqrafın əldə etdiyi məlumata görə Gəncə şəhər sakini Fərid 2023-cü ilin may ayının sonlarında Fatimənin yaşadığı yataqxananın otağına aparıb. Qızın razılığı ilə onunla cinsi əlaqədə olub. İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Fatiməni ailə üzvlərinin vasitəsilə 2022-ci ildə tanıyıb. Hərbi xidmətdən gələndən sonra anam Maya mənə tanışı Nərminənin də razılığı ilə onun qızı Fatimə ilə tanış olmağımı təklif etdi. Qızın mobil telefon nömrəsini mənə verdi. Fatimə ilə bir müddət telefonla danışdıq. Gəncə şəhərində orta məktəbin bufetində bir neçə dəfə görüşdük. Daha sonra onun ailə üzvləri bizim münasibətlərimizə razı olmadıkları üçün danışıqları azaltdıq. Fatiməni evdə incitməsinlər deyə onunla daha az əlaqə saxladım deyə Fərid ifadəsində göstərib. Fərid qeyd edib ki, 13 iyun 2023-cü ildə saat təxminən 10 radələrində yatdığı vaxt polis əməkdaşları onun evinə gəlib. Fatimənin evdən qaçdığını, mənimlə bir yerdə olub-olmadığını soruşdular. Ondan xəbərsiz olduğumu bildirdim. Bir gün sonra polis əməkdaşları yenidən yaşadığım evə gəlib, məni 2-ci polis şöbəsinə apardılar. Orada mənə Fatimə ilə onun razılığı əsasında cinsi əlaqədə olduğumu bildirdilər. Mən isə deyilənləri təkzib elədim, onun harada olmasını bilmədiyimi söylədim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş qismində ifadə verən Fatimənin sözlərinə görə Fəridi təxminən 2022-ci ilin iyul ayından tanıyıb, əvvəlcə Instagram vasitəsilə, sonra isə mobil telefonla danışdıq. Aramızda sevgi münasibətləri yarandı. Bir neçə dəfə şəhər arasında görüşərək söhbət etdik. Fərid fikrinin ciddi olduğunu, mənimlə ailə qurmaq istədiyini söylədi. Sevdiyim üçün onun sözlərinə inandım. Biz danışan zaman Fərid 9-cu sinifdə oxuduğumu, 15 yaşımın olduğunu bilirdi deyə o ifadəsində göstərib. Fatimə qeyd edib ki, 2023-cü ilin may ayında Fərid onun dayısının yaşadığı yataqxanasının 1-ci mərtəbəsində yerləşən evinə dəvət edib. Bir yerdə həmin evə getdik. Evdə Fərid mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Mən sevdiyini, mənimlə ailə həyatı quracağına inandığım üçün razılıq verdim. Otaqdakı çarpayıda öz razılığımla Fəridlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldum. Həmin vaxt Fəridin anası da evə gəldi və bizi bir yerdə gördü. Fərid mənimlə cinsi əlaqədə olan vaxt bu barədə heç kimə heç nə demədiyimi bildirdi. Lakin sonradan evdən qaçdığıma görə məni həkim müayinəsindən keçirdilər. Bakirəliyimin pozulması ortaya çıxdı. Anama və xalama bu barədə danışdım. Ailəm Fəridlə ailə qurmağıma razı olmadıkları üçün onunla cinsi əlaqədə oldum ki, ailəm məcbur qalıb məni Fəridə ərə versinlər deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. İş üzrə ifadə verən yetkini yaşına çatmayan Fatimənin qanuni nümayəndəsi və anası Nərminənin sözlərinə görə iyunun 13-də təxminən səhər üzü saat 5 radələrində işdən gəlib və görüb ki, qızı Fatimə evdə yoxdur. Anamın yanına gələcəyini fikirləşib
ona zəng vurdum. Anam isə Fatimənin onlarda olmadığını bildirdi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Səhəri gün bacım mənə zəng vurub bildirdi ki, Fatimə gecə zəng vuraraq evdə sıxıldığını, onunlara getmək istədiyini deyib. Bacım da gecə gedib Fatiməni öz evlərinə aparıb. Mən də bacıma Fatimənin evdə tapdıqda polisə müraciət etdiyimi dedim. Polis əməkdaşları Fatiməni Gəncə şəhər 2-ci polis şöbəsinə apardılar. İzahatını aldıqdan sonra tibbi ekspertizadan keçirdilər. Onun bakirəliyinin pozulduğu müəyyən edildi. Fatimə mənə Mayanın oğlu Fəridlə güya sevgili olduğunu və onu alacağı barədə vədlər verərək dayısının yataqxanasında onun olan evinə apardığını, həmin evdə cinsi əlaqədə olduğunu bildirdi. Mən Fatimənin Fəridlə telefonla danışdığını bilirdim. Buna görə qızımla daim mübahisələr edirdim. Lakin Fatimə mənə məhəl qoymur, Fəridlə danışırdı. Fatimə Fəridin onu həmin evə bir neçə dəfə apardığını, Mayanın da bunu gördüyünü bildirdi. Maya qızıma Fəridlə bir yerdə cinsi əlaqədə olmağı, sonra evdən qaçmağı məsləhət görüb. Fatimənin bakirəliyinin pozulduğunu bildikdən sonra Maya və onun bir qadın qohumu yanıma gələrək qızımı başqa həkimin yoxlamalı olduğunu dedilər. Mən də qızımı Abbas Zəhət adına xəstəxanada ginekoloqun yanına apardım. Lakin o bakirəliyi ancaq ekspert həkimin yoxlamaq hüququ olduğunu deyərək müayinədən imtina etdi. Qızım Fatimə mənə 2023-cü ilin aprel və may aylarında yataqxananın 1-ci mərtəbəsində Fəridlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, Fəriddən başqa heç kimlə cinsi əlaqədə olmadığını söylədi, deyə azyaşlı qızın anası ifadəsində belə göstərib. Bu cinayət işinə Gəncə şəhər məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Fərid 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.